İlk dəfə bara girəndə məndən bir tər axdı, su axdı. Elə bil başıma su tökdüm vedriylə. Deməli bir qız yaxınlaşdı mənə, mini yufkada, belə silkonda da, zat, hamısı öz yerindədir. Yəni hipoleksiya özünü elətdirmiş qız. Mənə dedi ki, bu boyda barda bir dənə simpatik oğlan sənsən. Deməli qız pulu görüb cibimdə. Qız dedi gəl otur içək. Oturdum qızdan içdim, sapı çıxana qədər, pulum qutarana qədər. Pulum qutarandan sonra qız durdu getdi. Dedi səni tanımıram. Dedim bəyəqdən deyirsən simpatisinin oğlanı idi. Oğlan idi. Qız mənə dedi ki, pulun qutaranı, pulun nə qədər var, bizim gözümüzdə simpatisinsən. Pulun qutarı getdi. Vızqırtdı həyat. Görürsünüz sənə. Ona görə indiki dövrdə qızlar pula görə insana hörmət qoyur. Özdən müğayət olun.